Bir gün Məhəmməd güya peyğəmbərdir. Mağarada oturub dərs üçün. Cəbrail gəlir. Məhəmməd deyir, Allah, mən görmüşəm ki, indi bu dindoşlar deyir, nə? Pərdənin arxasından danışır. Məhəmməd deyir, o pərdənin arxasında bilirsən nə var? Deyir, gedəndə soruşarım. Gəlir Cəbrail və Allahın qabağında güya bir dənə pərdə var. Gəlir əlini vurmaq istəyir, deyir Cəbrail, nə badə əlini vurasan, sağ dəyərəm. Özü də pis. Ayaman eləyir, pərdəni açır, görür Məhəmməd. Məhəmmədə gəlib deyir, pərdənin dalında da sən varsan, burada da sən varsan. Yəni Məhəmməd Quranı özündən çıxardıb.